müddət sonra isə Müşfiqin məzarından kim tərəfindən qoyulduğu bilinməyən bir məktub tapılır. Müşfiq, bax gəlmişəm. Deyirdin səni görmək istəyirəm. Gəldim. Yadındadırmı söz vermişdin ki, nə vaxt görüşsək saqqız alacaqsan mənə. Səni almaq qismət olmadı, bax, mən aldım səni. Darıxırım sənin üçün. Səsin, gülüşün getmir qulaqlarımdan. Səni heç vaxt unutmayacağım. Həmişə gecə yuxusuzluqdan şikayət edirdim. İndi rahat yatmışım. Sənsizlik ağır idi. Amma bilirdim ki, yaşayırsan. İndi daha ağır gəlir sənsizlik. İndi daha ağırdır. Məkanın cənnət olsun Müşfiq. Qəlbimdə əbədi yaşayacaqsın. Tanımadığın, tanışın. Təkcə sevdiyinin deyil, bütün Azərbaycanın qəlbində yaşayacaqsan Müşfiq. Ruhun şad, yerin behişt olsun.